Əslində cənab prezidentin AMIA-nın toplantısındakı çıxışı çox konseptual bir çıxış idi və dərin məzmunlu bir çıxış idi. Və Azərbaycan üçün həm də bir yol xəritəsi idi. O çıxışda bütün istiqamətlər təfsilatlı şəkildə öz əksini tapmışdı. Həm informasiya texnologiyaları, süni intellekt, kiber təhlükəsizlik, ana dilinin qorunması, tarix və digər. Və o mənada bu çıxış əsasında bizim qarşımızda çox ciddi bir vəzifələr müəyyənləşib. Ziyalıların, alimlərimizin qarşısında və orada cənab prezident xüsusilə ana dili ilə bağlı qeyd etdi ki, mən özüm buna ciddi bir nəzarəti həyata keçirəcəm. Burada məsələ ondadır ki, baxın, məni ən çox narahat edən nədir? Bizim düşmənlərimiz, xarici qüvvələr gördülər ki, bizi hərb meydanında məhv edə bilmədilər. Bizi məğlub edə bilmədilər. Və onlar bugün çalışırlar ki, bizi daxildən o qurd ağacı yeyən kimi yesinlər. Yəni, bugün əslində müharibə ideoloji müharibədir. Bugün beyinlərin müharibəsidir. Bugün sosial media müharibəsidir. Baxın, bilmirəm, mən əminəm ki, siz bunu izləyirsiniz. Mən Azərbaycan mediasını çox diqqətlə izləyirəm və sosial mediada. Baxın, ciddi bir mütəşəkkil şəbəkə var, xüsusilə xaricdən. Bunlar bir neçə istiqamətdə iş aparırlar. Birinci, cənab prezidentin fəaliyyətinə kölgə salmaq. Təbii ki, bu qeyri-mümkündür. İkinci, hakimiyyətə qarşı inamsızlıq yaratmaq. Tez-tez müxtəlif addımlar atmaq. Misal üçün, mütəşəkkil bir formada davamlı olaraq hansısa bir millət vəkili, deputat hədəfə alınır və onun haqqında yanlış məlumatlar cəmiyyətə ötürülür. Biz bunu sizin efinizdə müzakirə etmişdik. Manipulyasiya edilir. Və bugün Azərbaycanda bu istiqamətdə, indi biz 5-ci kolon deyirik, bir istiqamətdə yox, müxtəlif istiqamətlərdə işlər gedir. Bir, Azərbaycanın milli mənəvi dəyərlərinə, xüsusilə dini dəyərlərinə çox ciddi hücum var. Yəni, bizim dini dəyərlərimizin sıradan çıxarılması. Bugün ciddi bir səylər var ki, Azərbaycanda ənənəvi dindən bizim vətəndaşlarımız uzaqlaşdırılır və qeyri-ənənəvi dinlərə sürətli bir meyl yaradılır.